Fiziki şəxslər tərəfindən gömrük ərazisinə gətirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük dəyəri müəyyən edilmiş hədlərdən artıq olduğu halda gömrük ödənişləri hansı qaydada hesablanır? Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş fiziki şəxslər tərəfindən istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarının 2.2-ci bəndinə müvafiq olaraq ümumi gömrük dəyərindən müvafiq yarım bəndlərdə göstərilən məbləğlər çıxılmaqla bu malların gömrük rəsmiləşdirilməsi, xarici iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla sadələşdirilmiş qaydada həyata keçirilir.